Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bütün cavanlara, ümidini kəsən insanlara mesajım olsun. Hamımız müsəlmanıq, Allahı sevir, ona inanırıq. Quranda gözəl bir ayə var. Ümidini Allahdan kəsənlər kafirlərdir. Heç vaxt ümidinizi kəsməyin, həmişə sevinin, əziyyətli də olsa. Deyirlər ki, əzizim dünyasını dəyişibsə, necə sevinim? Orada bir hikmət var. Çünki bir gün sən də onun arxasınca gedəcəksən. O sənin üçün örnəkdir. Xəbər verilir ki, bu sözləri xalq artisi Natiq Şirinov yaşananlar verilişində deyib. O səhnədə dünyasını dəyişəcəyi təqdirdə konsertinin yarımçıq saxlanmamasını vəsiyyət etdiyini açıqlayıb. Oğluma demişəm ki, ola bilər səhnədə dünyamı dəyişərəm. Konserti davam elə, kövrəlir. Deyirəm ki, yadında saxla, biz Allahın bəndələrindəndik. Güclü olmaq, pullu olmaq, yaxşı maşının, evinin olması deyil. Bu ruhən olur. Elə həmin anda konserti davam etdirmək gücdür.